Salam, hər vaxtınız xeyir. Bu videoda Quba Xaçmaz Regional Təhsil İdarəsi üzrə elan olunan yeni vakansiyalar haqqında məlumat verəcəyəm. Baxın, Quba Xaçmaz Regional Təhsil İdarəsinin öz Facebook səhifəsində sənəd qəbulu haqqında, test mərhələsi haqqında, müsahibə mərhələsi haqqında, mövzular haqqında məlumatlar qeyd olunubdur. Daxil ola bilərsiniz, özünüz də baxa bilərsiniz. Mən də bugünkü videomda bunlar haqqında məlumat verəcəyəm. İlk növbədə qeyd edeyim ki, Quba Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində bir sıra vəzifələr üzrə vakansiya elan olunub ki, bunlar təsərrüfat işləri üzrə direktor müavinidir, təsərrüfat müdürüdür, kitabxana müdürü, kitabxanaçı, uşaq birliyi təşkilatının rəhbəri və laborant vəzifələri üzrə müsabiqə elan edilir. Müsabiqə 3 mərhələdən ibarət olacaq. Birinci sənəd qəbuludur, sonra test imtahanı və sonda da müsahibə keçiriləcək. Təbii ki, sənəd qəbulunun tarixi də qeyd olunub burada. Bu gündən başlayır, 22 maydan başlayır, 2 iyuna qədər siz saat 10-dan 17:00-a qədər Quba Xaçmaz Regional Təhsil İdarəsinə təqdim etməlisiniz. Yəni Qubaya gedib oradakı təhsil idarəsinə öz sənədlərinizi təqdim etməlisiniz. Şəxsiyyət vəsiqəsinin surətidir, əmək kitabçasının surətidir. Təhsil haqqında sənədin sürətidir və 3-ün 4-ə 2 ədəd foto şəkildir. Bunları götürürsünüz, gedirsiniz, sənəd qəbulundan keçirsiniz. Daha sonra isə 8 iyunda burada qeyd olunubdur, test imtahanı keçiriləcək. Təbii ki, sənəd qəbulundan sonra yoxlanılacaq. Əgər kimlərsə uyğun gəlir, o tələblərə cavab verir namizədlər, onları test mərhələsinə dəvət eləyəcəklər. Test imtahanı da 8 iyunda keçiriləcək. Saat 15:00-da başlayacaq və test mərhələsi də belə deyək, imtahan buraxılış vərəqəsində göstərilən ünvanda artıq siz gedib imtahan verəcəksiniz. Test mərhələsində 40 sual olacaq, 20 sual ixtisasdan, 10 sual informatikadan, 10 sual da məntiqdən düşəcək. Və cəmi 40 sualın ən azı 20-sinə cavab verməlisiniz ki, siz müsahibə mərhələsinə keçə biləsiniz. Müsahibə mərhələsində də yenə tutaq ki, kitabxanaçılıqda, kitabxana müdürü olmaq istəyən şəxslər var. Onlar müsahibə mərhələsində kitabxanaçılığa dair suallar veriləcək həmən şəxslərə, həmçinin informatikadan da suallar veriləcək. Müsahibə mərhələsində isə 5 ballıq belə şkalaya əsasən qiymətləndirilir namizədlər. Ən azı 3 bal toplamalısınız ki, siz artıq müsahibə mərhələsindən keçmiş olasınız. Bir də burada mövzular haqqında da məlumat verilibdir. İndi mən kitabxanaçılığa, kitabxana müdürünü göstərəcəm sizə. Baxın, kitabxanaçı vəzifəsi üzrə hansı mövzular düşəcək? Kitabxana iş haqqında qanundur, oxuculara xidmətdir, katalog kartekalar sistemidir, təsnifat cədvəlidir, əmək qanunvericiliyidir, etik davranış qaydalarıdır, təhsil müəssisəsinin inkişaf perspektivləridir, oxucular xidmətinin əsaslarıdır, əməyin mühafizəsidir, texniki təhlükəsizlikdir, yanğından mühafizə norma və qaydalarıdır. Eyni zamanda kitabxana müdürü üçün də həmən mövzular qeyd olunubdur. Bir də sonda vakansiyaların siyahısı verilib ki, burada mən qeyd açmışam, baxın bu səhifəni. Kitabxanaçı olmaq istəyənlər həm Quba üçün, həm də ki, Xaçmazdakı vakansiyalara müraciət edə bilərlər. Yəni, Quba və Xaçmazda kitabxanaçı vakansiyaları elan olunubdur, açılıbdır. Eyni zamanda kitabxana müdürü üçün yenə Qubada vakansiyalar var, bir də Xaçmazla Siyəzəndə var. Siyəzən və Şabranda da kitabxana müdürü var. Amma Siyəzən ilə Şabranda kitabxanaçı vakansiyası yoxdur. Bunların fərqi var. Kitabxanaçıya staj tələb olunmur. Yəni, staj olmadan da siz gedib imtahanda iştirak edib kitabxanaçı kimi işləyə bilərsiniz. Amma kitabxana müdürü olmaq üçün 3 il və yaxud da ki 5 il staj lazımdır. Əgər ali təhsillisinizsə 3 il staj bəs eləyəcək. Amma orta ixtisas təhsillisinizsə, kolleci bitirmisinizsə, ən azı 5 il stajınız olmalıdır ki, siz kitabxana müdürü keçəsiniz və yaxud da ki imtahanda iştirak edəsiniz. Bugünlük bu qədər. Hər birinizə uğurlar arzulayıram. Kimlər ki kitabxanaçı, kitabxana müdürü və yaxud da ki burada göstərilən digər vəzifələr üzrə işləmək istəyirlərsə, vaxt itirmədən sənəd qəbuluna getsinlər, sonra da test mərhələsinə və müsahibə mərhələsinə. Kimlər ki iştirak eləyəcək, bir də hər birinə uğurlar arzulayıram. İnşallah ki, layiq olan imtahandan keçər və yerləşdirirlər.